Bakı üçün, belə Genesis çox adam maraqlanır. Bunun 2.5-i də sərf edir Azərbaycana. Yəni 2026-cı il 2700 cəmi yürüş var. Maşın təxminən 18.000 dollardan çıxır. 2026 panorama lüklandı. Gəlin başqa görək maşında. Qabaq hissəsi təmiz. Maşına bax bir dənə fikir verin. Buna da bir dənə qapı. Bax bu qapıca salamat. Qardaş bir dənə qapı salınmalıdır bunun da. Gəlin bunu içəridən açaq. Görək başqa qapısı açılmır. Yəqin ki, indi burada qapını dəyişəndə ustalar öz açacaq. Şüşəsi görək yerində. Şüşəsi mən bilən yoxdur. Deməli şüşə ilə qapı. Qalan güzgü hamısı yerindədir. Gəlin salonunu çəkimsə. Şüşəsi açıq deyənə toz sorup ağdı. Maşının ayrabaq qatıb. Yox, heç bir ayrabaq atmayıb. O belə bir plazma ilə 2.5 motor. Qapını açıb baxa bilmədim. Birkasındakı Birka 25-26. Baba bu da bunun. İrana da gedir. Baba bu da bunun. Win kodu. Panoramik. Möhtəşəm bir maşındır. Yəni ucuz getməyəcək bu maşın, onu da deyim sizə. Vini də 26-dır. Zədəsi də çox yüngüldür.